Salam dostlar, bu gün sizlərlə Brawl Stars, yəni köhnə Brawl Stars'ı yükləməyi necə edəcəyik onu sizə göstərəcəm. Baxın, oyunumuzun adı Sigma Brawl'dır. Səsini azaldım mən, səs az olsun. Baxın, gördüyünüz kimi dostlar, Sigma Brawl, gördüyünüz kimi hesablarda kupa kasmaq olur, köhnə karakterlər zətdə. Və bizə yıldız səliyi verir. Ya oyuna bağladığımız gör. Karakterlər zatlar belədir. Mən bir dənə Piper'dan oynayacağım. Ondan sonra eləyərik. Amma dostlar, qabağınıza bot çıxacaq. Yəni bu ən yaxşı bir şeylərdir. O köhnə versiyonlardandır da. Ən yaxşı. Yəni 1 nöqtə deyil. 1 nöqtə olsa, yəni çox az karakterdir da. Bu 28'dir, amma 1 nöqtədə 21 karakterimiz olur. Tamına 21 karakter. Çox həyecanlıyam, çünki səssiz videolar məni həyecanlandırır. Səssiz videolar həyecanlandırmır. Botlar da hamısı, amma yenə də maraqlıdır da. Botlar da güclü oynayır. Yəni elə belə botlar deyil. İndiki oyundakı botlar deyil. Kəsdik. Oyunda aksesuar yox, bir şey yox. Yəni aksesuarsız əşyalarsız. Sadəcə hiper də yoxdur, hiper. Bunu mən tək ata bilərəm. Tək ata bilərəm. Məncə ata bilərəm. Burada adam olduğunu bilirəm. Və səni ulti ilə kəsəcəm. Ya da yox. Bizim bot kəssin. Bizim bot həqiqətən də bot imiş. İndi dostlar, gördüyünüz kimi sizə videonu indi göstərəcəm. Oyun həqiqətən də çox güclü şeydir. Çox yaxşıdır yəni. Mega kutular da var, gördüyünüz gibi. Mən mega kutuları görə işləmişdim. Təzə versiyondadır, yəni indiki Brawl Stars'da da mega kutu var. Klanları da girmək olur. İndi də dostlar, koruma giririk. Yəni Google korum. Ora giririk bir günə. Yazırıq ki, dostlar, Sigma Brawl APK. Burada gəlir, gedirik. Burada Nus Brawl indir .com.tr var. Bunu Sigma Brawl hardadır bu? Dostlar, indi bunu tapım sizə. Hə, buna vururuq, baxın. Xeyr, buna vurmuruq. Xeyr, buna vurmuruq. Yüklə yeri olmalıdır. O yüklə yerinə vurmalıyam mən. Dostum qoymur axı ki, dən videomuzu kəsəcək. Nə? Ən yuxarılarda olmalıdır yəni ki. Hə, de bu. Qaqabi qoy da, qardaşım. Hə, bu Dovunlight Aynvaya vurur. Bu hamıda belə olur da, yəni bütün bu şeylərdə. Sonra da üstünə vururuq, yüklənir. Mən yükləməyəcəm, bir sürüm. Ondan sonra oyunumuza giririk, Supercell ID-yə də bağlaya bilirik. Sağ olun dostlar, hamınız sağ olun.